Marneuli Bələdiyyəsinin meri tərəfindən təşkil olunan geniş miqyaslı təmizlik aksiyası davam edir. Bu dəfə Təmiz Marneulinin əməkdaşları Qırmızı Körpü istiqamətində əsas yol zonasını təmizləyiblər. Marneuli meriyasının nəzarət xidmətindən verilən məlumata görə ətraf mühitin çirklənməsi aşkar edilərsə qanunla müəyyən edilmiş tədbirlər görüləcək. O cümlədən cərimə sanksiyaları tətbiq olunacaq. Bələdiyyə miqyasında təmizlik aksiyası davam edir. Biz uzun zamandır təmizlik aksiyası aparırıq. Hazırda kəndlərdə təmizliklər gedir. Yerli sakinlər təmizlənmiş yerləri təmiz qoruyub saxlamalıdırlar. Nəzarət xidməti monitorinqə də başlayıb. Mütləq müvafiq ölçülər götürüləcək. İndi Qırmızı Körpünün ətrafındakı ərazidəyik. Marneuli Bələdiyyəsi merinin təşəbbüsü ilə meriyanın təmizlik xidməti və bələdiyyə nəzarət xidmətinin iştirakı ilə təmizlik kampaniyası həyata keçirilir. Onu da xatırlatmaq istərdim ki, nəzarət xidməti əvvəlki kimi indi də intensiv mərhələdə monitorinq aparır. Biz vətəndaşları və sözügedən ərazidəki yaxınlıqdakı obyektləri ətraf mühitə zərər verməməyə çağırırıq. Onlar ətraf ərazilərə görə məsuliyyət daşısınlar. Nəzarət sərt olacaq. Biz qanuna uyğun hərəkət edəcəyik.